Əziz izləyicilər, son 5 ildə psixik xəstəlik diaqnozu qoyulanların sayı 2 dəfədən çox artıb. Belə ki, 2020-ci ildə psixik xəstəlik diaqnozu qoyulan şəxslərin sayı 4039 nəfər olduğu halda 2024-cü ildə bu göstərici 8376 nəfər təşkil edib. Bununla yanaşı tibb müəssisələrində qeydiyyatda olan psixik xəstələrin sayı da artıb. Belə ki, 2020-ci ildə qeydiyyatda olanların sayı 106299 nəfər idisə, 2024-cü ildə bu rəqəm 117718 nəfərə çatıb. Əhalinin hər 100 min nəfərinə düşən ilk dəfə diaqnoz qoyulan xəstələrin sayı 40.4-dən 82.1-ə, qeydiyyatda olan psixik xəstələrin sayı 1060.2-dən 1151.3-ə yüksəlib. Rəsmi statistika son illərdə psixik sağlamlıq problemləri ilə bağlı ilk dəfə diaqnoz qoyulan və qeydiyyatda olan xəstələrin sayında artım müşahidə edildiyini bildirib.